Yeni bir Karpan videosuna davam edirik. Çünki yeni bir güncəlləmə gəlib. Bir ona baxacağıq. Burada versiyona giririk. Şimdi da maşın gəlib. Bir də bug fixes adlı bir şey gəlib. Çox gözəl bir şey gəlib. Maşınlara baxana sonra göstərəcəm onu sizə. Xəritə ilə əlaqəlidir. Artıq mənim istədiyimi gerçəkləşdirdilər. Canlıda nə qədər dedim axır gerçəkləşdirdilər. Deyəsən dak yazaq deyə. 540 minədir. Arxasını ölçün spoilerlər. VIP spoilerlər yaxşı edir amma. Burası niyə VIP şey gətiriblər bura onu bilmirəm. Bu ferin sökməm ona bunu. Coin'a pulum olsaydı bu ferini sökərdim. Cemci adamı. Orada da var. Onu Dacia-dır. Gördüyünüz kimi spoiler qoymaq olar, hər şey qoymaq olar. Mənim çox yaxşı maşındır. Çoxursu maşınımda. Sırası 34-dür. İndi o birisi maşınımıza baxırıq. Üstündə Nev yazılıb. Amma biri budur. Coin'dir. 500 coin'ədir, coin'imiz yox deyə ala bilmirik. Honda cevizə oxşayır. Gördüyünüz kimi arxasında da bar taxmaq olur. Spoiler zar. Qabaq bu feri. Nasıl görsənmir. Belə şeylər taxmaq olur. Bir 67, bir 68-ci sıradadır. Gördüyünüz kimi ikisi 500 coin'dir, ikisi Honda Civic'dir. Prosto, deyəsən rəngləri fərqlidir, amma eyni maşın da var. Arxası oxşayır ha ikisi də. Sonra eyni maşındır abi. Neyse gəlin bu aldığımıza baxaq. İç məkanı endirək. Birisi standartlı, bir də o birisi də. O birisi nədir? GLNX adlı bir şeydir. Biri budur, bir də ki standartdır. Gəlin bu GLNX-ə baxaq. Motorunu yüksəldək. Onsuz pulumuz var. Çox gözəl. Onlara girmək istəmirəm. Baxın, şəhərə çox gözəl bir güncəlləmə gəlib. Mənim istəyim üzərə bir güncəlləmə gəlib. Baxaq ona. Girsin ona baxaq, görək. Necə bir güncəlləmədir. Həqiqətən çox yaxşı bir güncəlləmə olub. Maşınları coin eləmələri pis olur. O qədər də yaxşı olmur. Gördüyünüz kimi qarları artıq yığışdırıblar. Biraz da işıqlı ediblər mənə gəlir. Biraz güncəlliyi veriblər. Detalca da ediblər biraz. Qarları yığışdırıblar amma çox yaxşı oldu. Həqiqətən. Evet, çox deyirdim qarları yığışdırsınlar, artıq yığışdırdılar. Mən aynaları açsaq güzgüləri. Görüm neçəyinə gedir bu. Saxla. 120 ilə gedir ya. 120 deyil o. 106. 160 şey. 160 gedir. İçi yaxşıdır amma içi qəşəngdir. Mən düşüyorum maşına. Sana 300 ordu. Kapotu zadı. Motor görürüz şimdi. Mənə gəlir Dacia deyə bu. Dacia yox ki. Bagajında çıx. Bagaj da genişdir amma. Çox yaxşı maşındır. Görürəm, burada məsəl güncəlləmə zat gəlməyibsə. Polis görək zat deyirdilər. Deyən yoxdur. Başqa heç nə gəlməyib. Ne maşınımız var? Gördüyünüz kimi belədir sizə. Arxası niyə belədir? Mən maraqlıdır. Neyse. Babam biraz kaldırım. Ha belə. Hapso. Getdik. Kontrolü deyiləm mənəcər. Yox ala. O buna da. Şey deyə, saxlayan kimi maşının gəlib dəyir. Başı gəlib dəyir ora. Dən görək. Görüm. Başı gəlib dəyəcək yenə. Yəni bütün maşınlar üçün keçərli də bu.
O gəldi tam yerində. Yox hala. Yəqin bərk gəlib dayandı olur. Qaqa bu nədir? Mən driftə qoymuşam elə bu maşını. Drift ayarı eləmişəm. Qaqa bu niyə sürüşür belə? Maşınada problem var. Baxaq, bir dənə baxaq. Başı nə idi? Prosta görsən mənə çizdi. Nəsə ki, mən kapotsa əzildi. Məncə yaxşı güncələmə oldu. Əsas şəhər bir üçün çox bomba bir güncələmə oldu. Neyse, gələn videolarda görüşərik. Kanala abunə olub videoya like atmayı unutmayın. Sağ olun, gəlin videoda görüşərik.